görmək istəyirsinizsə, videonu bəyənin və ən əsası kanala abunə olun. Değerli izləyicilərimiz, Lənkəranlı İlqar və Rəfi qardaşlar min azin pul göndəribdilər. Təşəkkür edirəm gözəl qardaşlarım. Allah min əvəzini versin və Ağcabərdili Zahid Əloğlu 200 rubl göndərib. Çox sağ ol qardaşım. Allah min əvəzin versin. Qurbanzadə kəndindən Samin qardaşımız 1000 rubl göndəribdi. Allah min əvəzini versin. Allah canınızı sağ eləsin. Nətərsiniz? Sabahınız xeyir. Nə var, nə yox aynənə? Nətərsən, vəziyyət sağ. Allah köməyiz olsun. Allah canınıza dəyməsin. Əbəzbəz urdu çörəgizi versin. Onun için imam dayağız olsun. Əli yoxla əbəzbəz. Çınağızda dursun gene. Sağ ol nənə, sağ ol. Nətərsən? Yaxşıyam. Yaxşı ol. Nənə, bu günlərim kanalımızın gözəl ağsaqqalı Habil Zümrxanlının Allah ona can sağlığı versin. Allah qapısını açsın. Başa yetsin. Allah qapısını açsın. Allah qapısını açsın, bağlı Amin. gününü açsın, salamat olsun. Amin, amin. Əli yoxla əbəzbəzdən istəmişim. Sağ ol nənə, sağ ol. Biz dua ediyoruz, Allah da ona dua eləsin. Allah ona can sağlığı, ona şəfa versin, onun qapısını açsın. Amin, amin qadın olaram. Allah onun evlərinə rəhmət eləsin, onun can sağlığı versin. Ona günü təbrik edirəm. Sağ ol. Həmişə onun yüzü gülsün, Amin. qapısını da açsın. Amin, amin inşallah. Balalarım belə. Başladı. Gün mənə göndərilən pullar, Allah köməkləri olsun, Allah qəbul eləsin. Amin. Hamid Qudrətoğlu Kazan Petrovka 5000 rubli. Cəbi Ağayaroğlu 1000 rubli. Nəsimi Kəlləbəd Jevski 5000 rubli. Elşən Füzuli Jevski 5000 rubli. Ruslan Xəlləbəd Jevski Ədalətoğlu 10.000 rubli. Ramin Tatarin 2000 rubli. Batır Dağıstan 2000 rubli. Neymət Cəllabat 800 rubli Jevski. Mirdamət Ağa Masallı 50 azi. Türkmenistan'dan Cəfər 10.000 rubl. Kazakistan'dan Əsəd 2000 rubli. Allah qəbul eləsin. Allah qəbul eləsin, Allah canlarını sağ eləsin. Ruziləri, bərəkətləri bol Sağ olsun. eləsin, ölənlərə rəhmət eləsin. Seyidlərin, uşaqların cəddi onlara kömək olsun. Amin, amin qardaş, amin. Qərib yerdə Allah onları qorusun. Açsın qapını. Habil əmimiz. Tez çıxazatlığa ol sevincimiz. Yığışaq qeyd edək gözəl ad günü. Kanalın baş tacı, ən dəyərlimiz. Allah gözəl ürək veribdir sənə. Zindandan dəstəksən öz vətəninə. Qəlbi pak, mehriban Habil əmimiz. Allah savcan versin sənin ömrünə. Qürbət ellər səni uzağa saldı. Namərdin böhtanı tuzağa saldı. Vətənin həsrəti qəlbini aldı. Ən gözəl günlərin zindanda qaldı. Dilərəm Allahdan çıx azadlığa. Tez qovuş xoş günə, xoş gözəl çağa. Üç rəngli bayraqla qayıt ocağa. Ayağın tez dəysin ana torpağa. Zümrxan elinin döyünən ürəyi, kasıbın mərd dostu, arxa dirəyi, mərhəmət, səxavət sahibisən sən. Bolluca bəxş etsin Allah çörəyi. Arzumdur görəsən oğul toyunu. Nəvələr qərq etsin sağ solunu. Qayıt gəl vətənə Habil əmimiz. Sevənlər gözləyir sənin yolunu. 17 il yaşadın zindan həyatı. Vətənlə döyündü ürəyin hər saatı. Xabarovskidə məskən saldın özünə. Tez qayıt yurduna, gəz kainatı. Xəqani Məmmədovun YouTube kanalı sizi təbrik edir.
sağcan diləyir. Ağsaqqal dostların ağzı dualı, sizin yolunuzu hər gün gözləyir. Salam abiləmi. Allah sənə uzun ömür, can sağlığı versin. Allah səni böyüklükdən, ağsaqqallıqdan əziz eləməsin. Tez bir zamanda qapını açarsın. Allah sənin qapını açsın tez bir zamanda. Ad günün də mübarək abiləmi. Sağlam, gözəl günlər, neçə belə sağlıqlı günlər keçirəsən. Allah uzun ömür, can sağlığı versin. Tez bir zamanda Allah qapını açsın. Səni böyüklükdən, ağsaqqallıqdan əziz olmayasın. Çox sağ olun. Bütün Fəqani Məmmədovun kanalının izləyiciləri, kömək dəstəkçiləri, Allah hamımızdan razı olsun. Üzümüzü buradan tutub hər kəsə təşəkkür edirik. Bugünkü günü bizim evimizin hazır olmağında, bizim evimizin ərsəyə gəlməyində əməyi olan hər kəsdən Allah razı olsun. Hər kəsə çox sağ olun. Sağ olun. Quran-ı Kərimdə bununla bağlı çox gözəl bir ayə var. O qədər anlaşıqlıdır ki, bunu həm cahilə başa düşər, həm arif. Yəni, əlavə təfsirə mən bilən ehtiyac yoxdur. Zəlikəl kitabu la raybə fi hudən lil-muttaqin əlləzinə yu'minunə bil-qaybi və yuqimunəs-salətə və mimmə razəqnəhum yunfiqun. O kəslər ki, qeybə iman gətirərlər, namaz qılarlar və verdiyimiz ruzidən infaq eləyərlər. Müttəqilər olardı. Verdiyimiz ruzidən infaq eləyərlər, buyurur Allah. Allah deməz varlananda verərsən, çox olsa verərsən. Allah belə bir şey demir. Allah xalis niyyətə baxar. Allah niyyətə baxar, kəmiyyətə baxmaz. Bu şeylərdə ilişib qalmayın. Bir xanım keçən dəfə sual eləyirdi. Deyir, cibimdə o qədər az pul var idi ki, onu Allah rızası üçün verməyə həya elədim. Ki, Allah daha çoxuna, yəni Allah rızası üçün daha çox vermək lazımdır. Belə yanaşmayın. Allah sənin cibindəkinin miqdarında səndən gözləyir ki, verəsən. Allah vermədiyi şeyin sorğu-sualını eləməz. Kəmiyyətə baxmayın. Dəyərli izləyicilərimiz, evimizin üstü bu günlərim tamamilə yekunlaşdı. Ustalarımız təmiz vurub düşübdülər. İndi inşallah evimizin qarşı tərəfinin sardağı vurulacaqdır. Həm də o qarşı tərəfdəki gördüyünüz yeri sıvayacaqdılar ki, inşallah evimizin çölünü başlayacaqdılar sıvağına. Evin içinin polu, patoloğu inşallah başlayır. Allah bax, Seyid nənəmizə ömür versin. Bax, bu nənəmizin cəddi, duası həmişə xeyriyyətçi qardaşlarımıza kömək olsun. Amin nənə, amin. Qaynatamın o gözdən çıxan otaqsıda sana qadan olsun. Günahınızda dursun Allah, Allah. Səni an verən bir olan bilir. Özün o yandakilər, bir yandakilər hamısının canına dəyməsin. Amin nənə. Vurdu çörəklərin versin. Həstələrə şəfa versin. Türmələrdə olanlara can sağlıq versin, çıxsın gəlsin. Amin. Allah uşaq olmayana zürriyyət ver. Ay 12 iman bir Allah. Amin nənə, amin. Həmişə dua eləmişəm, eləyəcəm mən. Sağ ol nənə, Allah köməyin olsun. Gör nə gözəl vaxtı dua elədin, əzan başladı. Mən elə axşam da azan vaxtı mən də dua eləyirəm. Allah haqqı. Sağ ol nənə, sağ ol. Hər azan vaxtı. Allah qonşumlara da şəfa versin, canları salamat eləsin. Sağ ol nənə. İzləyicilərimiz, bax evimizin üstü təmiz vurulub. Evin içinə başlayırlar inşallah. Polumuza, patoloğumuza təmiz evin üstü vurulur. Polumuz, patoloğumuz vurulacaq. İnşallah pəncərələrimiz hamısı atılıb yerinə. Qapılarımız var. Sıvağımız təmiz vurulubdur. İnşallah başlayırlar pola, patoloğa və evin çölünün sıvağına. 4-5 dənə usta komplekt bir iş. 4-5 usta birdən işləyir. Yəni burada iş və bu günlərim dünən ustalarla danışırıq. Deyirlər ki, polla patoloğu bir günə vuracaq. Hardasa bir 8 nəfərlik deyir.
4 nəfər başlayacaq pola, 4 nəfər də patoloqa. Bir günə vurub düşəcəkdilər inşallah. Buradan Qurbanzadə kəndini salamlayıram. Orada nə qədər ki gözəl insanlar var. Allah hamınızın canınızı sağ eləsin. Samin qardaşımızın Allah canını sağ eləsin. Bax bu evə 1000 rubl nəzir eləyibdir. Bu ev Seyid balaları üçün tikilir. Allah canını sağ eləsin. Allah 1000 əvəzini versin. Allah cibinizə 1000 bərəkət versin. Ağcabərdili Qulu qardaşım, təşəkkür edirəm. Ağcabərdili Cahid Quluoğlu 200 rubl göndərib. Sənin o zəngin ürəyinə qurban olaram. Çox sağ ol qardaşım. Və Lənkəranlı İlqar və Rəfi qardaşlarım. Allah qazancınıza bərəkət versin. Bax bu Sef qapının demişdi. Biz iki qardaşlar alacağıq. Sağ olsunlar. Sef qapının pulu da onun içində olmaq şərti ilə, yəni Sef qapımızı 400 manata danışmışdıq. Gözəl qardaşımız 1000 manat pul göndəribdilər dünənlərim. İlqar və Rəfi qardaşlar 1000 manat pul göndəribdilər. Allah canını sağ eləsin, Allah ciblərinə bərəkət versin. Və bu günlərimdə kanalımızın gözəl ağsaqqalı Habil Zümrxanlı, Allah sənin qapını açsın. Habil əmmimizin bu günlərim ad günüdür. İnşallah bu günlərim bir qəşəng tortumuz var. Bu günlərim bax, Maqa qardaşımız bu tortu alıbdır. Allah canını sağ eləsin. Allah Maqa sənin də qazancına bərəkət versin qardaş. Ömrün uzun olsun. Ağıllı balalar. Amin. Amin. Amin inşallah. Kesin deyil, durun o tərəfdə içinizdə. Zəhra balamızla Fatima balamız. Allah sizlərə ömür versin, canınız sağ olsun. Sizə kömək eləyən əmilər, dayılar, bibilər, nənələr, babalar, Allah hamısının canını sağ eləsin. Sizə kömək eləyirlər, eviniz tikilir. İnşallah gözəl bir eviniz olacaqdır. Allah Habil baba. Allah Abil babanın qapısını açsın. Amin, amin. Allah Abil babaya can sağlığı versin, əmr versin. Allah onun qapısını açsın. Sağ olun. Biz bu illər tort kəsirik, gələn illəri o özü kəssin tortun. İnşallah, inşallah. Kəsin qadan alım, kəsin. Allah sizin də canınızı sağ eləsin. El salında bir. Maqa, gör nə deyirlər uşaqlar, ay Maqa. Bacına da ver də, sən də bacına ver. Ay sağ ol, ay sağ olun. Allah Habil babanızın qapısını açsın inşallah. Allah Habilə can sağlığı versin. Orunun bağlı qapısını Allah tərəfindən açılsın. Amin. Tezlicə ev işinə qovuşsun. Amin, amin. Özü öz evində. Biz bu günlər bu tortu kəsdiksə, gələn il Allah qoysa, Allah deyən olsun, öz evində kəssin. Amin, amin Neyim, inşallah. necə eləyim deməsin. Ailəsi ilə xoşbəxt olsun. Amin. Allah balalarını saxlasın. Amin, amin. Ama bazı səs ustalarımız da gəlsinlər, hərəsi bir şirinlikdir, çay içsinlər. Dərslərini öyrənirsənmi? Denə nəmizanı. Bu senin qadan arama. Ağıllı bala, ağıllı bala. Apar bax onu ver nəniyə. Nənə deyir orada, hə, apar ver nəniyə içsin de şey çayla. Yaxşı. Apar nəniyə. Hamımız hoş geldi, hoş geldiniz, hoş geldiniz ay ustalar. Gəlin tortla çay için. Bu günlərim Allah qapısını açsın, Habil Zümrxanlının ad günüdür. Çox sağ ol. Təşəkkür edirəm o adamın Allah həm ruzusuna, ömrünə, həm də qapısını açsın, tezliklə azadlığa çıxsın. Amin inşallah. Amin inşallah. Mübarək olsun. Allah bütün xeyirxah insanların dayağında dursun. Amin.
Kimsəsizə elə bil ki, nə deyər, kömək eləyirsən, o Allah dərgahından böyük bir savabdır. Əlbəttə ki. Bəli. Sağ ol. Allah ruzuların, ömrün, bərəkət versin ömrünə, ruzuna, qazancına. Amin, amin. Allah sizin də canınızı sağ eləsin ki, gəlib bax bu yaşınızda əlinizi çirməyib, burada təmənnasız işləyirsiniz. Çox sağ olun ay ustalar. Allah canınızı sağ eləsin. Allah bu tortu verənin də canı salamat eləsin. Amin. Var olun, siz də səbəbkarsınız. Kasıb ailədir, hamımızın borcudur ona hörmət eləmək. Çox sağ ol qardaş, çox sağ ol. Hamımızın borcudur. Sağ ol. Əlimizdən nə gəlir eləyəcəyik inşallah. Allah köməyiniz olsun. Var, eləyəcəyik inşallah. Allah köməyiniz olsun. Allah canınızı sağ eləsin. Allah sizin də köməyiniz olsun ki, Allah Maqa qardaşımızın da canını sağ eləsin. Zəhməti böyükdür. Habiləmizin də. Habiləmizin. Amin. O gün olsun. Gələn bu vaxtı öz ailəsi ilə, uşaqları ilə qeyd eləsin. Amin. Tezliklə. Amin inşallah. Allah kömək eləyənlərin də köməyi olsun, dadına baxsın, ruzusuna bərəkət, ömrünə bərəkət versin. Çox sağ ol qardaş, çox sağ ol. Çox mübarək. Təbrik edirik ay Habiləmi. Ustalarımız da bir bax evin üstündə bir dənə qalan oraydı, oranı da şurufluyur inşallah. Keçirlər Navesə. Ay usta, Cəbir Sayış, Emin usta. Allah sağ uzun ömür, can sağlığı versin. Amin, amin inşallah. Amin. Gəlib bax burada gördüyünüz kimi təmənnasız bax bu işi görür qardaşımız. Allah canınızı sağ elə. Mən də bayaqdan onu fikirləşirəm ki, Emin, mən də bayaqdan onu fikirləşirəm ki, oradan aradan taxta görükür. Deməli onun elə kanyoku var, vurmaq lazımdır. Belə işlər. Allahla Tur dağında danışır. Deyib Allah, nə dedim elədim ya. Nə xeyir əməl var elədim deyib, ya Musa, sən mənə görə bir dənə sağırın başına, yetimin kimsəsizin başına əl çəkibsənsə, sən məni yəni belə də borcda çıxar. Namaz qılırsan, nə xeyir əməldir, hamısı səni özünə görə. Yəni bu işi görən bir dənə bu insanlar var, ha, bu təməli qoyanlar var. Allah bunların atalarına rəhmət eləsin. Sağ ol. Bu böyük bir dənə Allahın bir dənə lütfü, elə nətər deyirlər, nemətidir. Bu addımı atıb kimsəsizə 5 nəfəri elə bir ki, ölümdən qurtarır. Allah bunların ömrünə, ondan sonra qazancına, puluna, varına, dövlətinə bərəkət versin. Sağ ol qardaş, Yəni, sağ ol. Bu şeylər çox xeyir əməldir. Yəni biz deyirik ki, elə bozbaxşı yemək ehsandır, xeyr. Belə xeyir əməllər hamısı ehsandır. Ehsan həsənat sözündəndir, yaxşılıq deməkdir. Gözəllik ancaq burada da Allah sizin də köməyiniz olsun. Oradan bura Bərdədən gəlib ki, təşkilatçılıq edirsiniz. Amma böyük bir dənə Allahın bu lütfüdür. Allah həm bu dünyada, həm axirətdə bunun əcrin verəcək, əvəzini verəcək. Sağ olsunlar. Kimin nə köməkliyi var, hamısı sağ olsun. Sağ olsunlar. Allah canlarını sağ eləsin. Usta, biz artıq bu 15-ci evdir də xalqın birliyi sayəsində bu işi görürük. 44 günlük müharibədə xalqın güclü dəstəyi oldu ordumuza. Allah canlarını sağ eləsin. Ondan sonra da 14 şəhid və qazi ailəsinə ev tikilib bizim kanalımızda. Bu da 15-ci evimizdir. Yəni bunu deməkdə mənim məqsədim bilirsən nədir? Usta, elə insanlarımız var ki, həqiqətən deyirəm, bu videonu görmür. Görsə kömək eləyər. Amma bu videomuzu görən insanlardan da xahişimiz budur ki, bax elə insanlara bu videonu çatdırmaq lazımdır, paylaşmaq lazımdır ki, qoy insanlarımız görsün. Valla 5-ci sinif şagird ata evindən çıxanda uşağa məktəb pulu verir ki, məktəbdə xərcdə usta and ol Allaha, o uşaq o pulu yığıb xərcləməyib, qazi evinə kömək eləyib. Allah heyli balalarımızı qorusun, canlarını sağ eləsin. Və bu günlərim iki qardaşdır, Lənkəranlıdır, ikisi də şofirdir. Rəfi qardaşımız, İlqar qardaşımız 1000 manat pul göndərib. Azərbaycan pulu ilə. Görün nə gözəl qardaşlarımız var. İndi Allah kömək olsun, onu gedib restoranda şot da verərdi. Düzdür. Haram yerə xərcləyərdi, amma halal yerə də onun köməyi, Allah köməyi olsun. Allah razı olsun. Sağ olsunlar. Allah canlarını sağ eləsin. Allah ciblərinə bərəkət versin. Bax bu günlərim bizim kanalımızda bax bu günlərim bir gözəl qardaşımız, Ağzəbərdili Zahid qardaşımız
200 rubl göndərib. Onun o zəngin ürəyinə qurban olum. Onun gücü ona çatır. Ay sağ ol. Gör nə gözəl onun ürəyi var ki, onun gücü 200 rubla çatır. Elə insanlarımız var ki 1 manat göndərir. Gücü ona çatır. Onun ürəyinə qurban olaram ki, o 1 manata gücü çatırır, onu göndərir. Amma vallahi elə insanlarımız var, milyonu var. Amma bir köpük göndərmir. Yani onun gücü ona çatır. O nətər deyim sənə, o vardan verənlər də yoxdur, o gücü ona çatır onu. Allah elə insanlarımız var ki, bizim kanalımızda kömək eləmək istəyir, amma imkanı yoxdur. Allah elə insanlarımıza da imkan versin, qoy onlar da bax bizim bu xeyriyyətçi cəmiyyətimizə qoşulsunlar. Allah canlarını sağ eləsin. Bir sözlə, kim ki əlin cibinə atıb, kasıbına kömək eləyir, Allah hamısının canını sağ eləsin. Şimdi belədir də, yəni pulu olan pulla, pulu olmayan, yəni Ustalığı ilə. Düzdür, gəlib kömək eləyir. Maddi, mənəvi, kimin ki dəstəyi var, Allah hamısına can sağlığı versin, uzun ömür versin. Və bir şey də vurğuluyum ki, 17 ildir bax bu tort o Habiləmizin adına kəsilir. Bugün onun ad gündür. 17 ildir Xabarovskidə içəridədir. Allah qapısını açsın, amma içəridə olmağına baxmayaraq bizim 15 dənə evimiz tikilib, onun hamısında onun əziyyəti var, zəhməti var, maddi köməyi var. Allah canını sağ eləsin. Allah qapısını açsın, gözünüzü. Amin, amin. Amin. Mənim də bax bu evlərin ikincisinin səbəbkarı ilə birinci səbəbkarı Habil Zümrxanlı olub. Nazim babamız olub. Allah canlarını sağ eləsin. Yəni mən ev tikməyə bunların göstərişi ilə başlamışam. Kanalımızda gözəl ağbirçək analarımız var. Ağsaqqal əmilərimiz var. Allah onların hamısının canını sağ eləsin. Nə qədər ki bizim kanalımızda izləyicilər var. Onların hamısının adından mən də Habil əmimizi təbrik edirəm. Allah uzun ömür, can sağlığı versin. Allah sizi kimi ürəkli qardaşların da canını sağ eləsin ki, gəlib təmənnasız qolunuzu çirməyib burada işləyirsiniz. Sizin ürəyinizə qurban olaram. Allah var eləsin. Mən də sizi kimi ustalarla fəxr eləyirəm. Sağ olun. Nə qədər imkanımız var, imkan daxilində köməkli eləyəcəyik. Sağ olun qardaşlar, sağ olun. Gözəl izləyicilərimiz, evimizin üstü tamamilə yekunlaşıb, ustalarımız başlayır inşallah çardağımızı vurmağa, evin çölü sıvanacaq, inşallah iş davam eləyir. Gözəl izləyicilərimiz, çəkilişimizi yekunlaşdırdıq. Xahiş edirəm hər kəsdən, bax bu seyit balalara kimin gücünə çatırır, köməkli eləsin.